ödənişli reanimasyonlu maşınından istifadə elədik. Çünki 103 bizi təmin etmədi. Dedi, məndə bu qədər güc yoxdur. O hər an dünyasını dəyişə bilər. Şair Nazilə Səfərdə Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamova ilə bağlı paylaşım edib. Video açıqlama yayan Nazilə qızın vəziyyətinin ağır olduğunu bildirib. O əlavə edib ki, gecə hətta təcili yardım maşını belə pasiyenti köçürməyə qəbul etməyib. Gecə saat 3-ə qalıb Ləmanı təhvil verdilər, yeni klinikaya köçürüldü. Təcili yardım bizi təmin etmədi, dedi, bizdə bu qədər güc yoxdur. Ağır vəziyyətdədir, hər an dünyasını dəyişə bilər. Süni tənəffüs aparatına bağlanılıb, saturasiya aşağı olduğundan götürmədi. Məcbur ödənişli xidmətdən istifadə etdik. Allah könülə rəhmət eləsin, balası sağalsın. Xatırladaq ki, bundan öncə o kəskin zəhərlənmə diaqnozu ilə kliniki tibbi mərkəzə yerləşdirilmişdi. Bir vəziyyətdəydik, süni aparatdadır, yəni saturasiyada aşağı olduğundan götürmədi. Məcbur ödənişli xidmətdən istifadə elədik.